narkotikin ki bizə gəldiyi əsas ünvanla İranla sərhədlərimiz bağlanıb. Ondan sonra da İranla münasibətlərimiz çox kəskinləşib. Bu da o deməkdir ki, oradan bu və ya başqa yolla gələn adamları mı deyək, maşınları mı deyə bildiyiniz kimi bəzi maşınları səhv eləmirəmsə buraxırlar. Daha ciddi yoxlanılıb, elədirmi? İndi nəticə nə olmalıdır? Sərhədlər bağlı, narkotiklərə qarşı, narkoticarətə qarşı, narkomaniyaya qarşı dövlət proqramı elan olunub. Nəticə nədən ibarətdir? Nəticə yaxşı olmalıydı, düzdürmü? Yəni narkotiklər azalmalıydı. Sərhədlərimiz bağlanmamışdan əvvəl, narkotika qarşı mübarizə başlamamışdan əvvəl, yəni dövlət proqramından əvvəl 3317 kiloqram, yəni 3 ton 300 narkotik tutulub. Müsadirə olunub bu polislərin dili ilə desək. Onun, bu məqama da diqqət yetirin, 1426 kiloqramı heroin olub. Bunu niyə görə deyirəm? İndi görəcəksiniz ki, axırı statistikanı sizə təqdim edəcəm. Qabaqlar çoxlu heroin tutulmuşlar. Keçən ilin məlumatı, bu ilin 6 ayının məlumatına baxdım ki, 3 dəfə azalıb. Bu mənə təəccüblü gəlir. Deyəcəm, bu heroini bunlar özləri müsadirə eləyirlər, sonra elan eləmirlər, ya satırlar, ya neyinirlər və s. 2019-un məlumatı ilə tanış olduqda dəyərli tamaşaçılar, 3300, qısaca desək, kiloqram narkotik müəyyən olunub, ələ keçirilib. İndi baxırıq bu ilin göstəricilərinə. Görək bu neçənci ildir? Yox, bu 23-cü ilindir. 23-cü ilin. 23-cü ildə də 22-nin məlumatlarını veriblər. Burada 5 ton tutulub. Yəni, sərhəd bağlamamışdan əvvəl 3 ton 300 idi. Bağlanandan sonra 5 ton tutulub. Qeyd edeyim ki, bu gətirdiyim mənbələr Dövlət Statistika Komitəsinə aiddir. Hər hansı bir jurnalist araşdırmacı deyil. Dövlətin öz rəqəmləridir. Sərhədlərin bağla saxlanılmasının narkotikin ticarətində, xüsusən İrandan gəlib getməsində heç bir rolu olmamış, əksinə mənfi rol olub. Rəqəmləri bir daha xatırladıram. 2019-cu ildə əgər ölkə ərazisində 3300 ton narkotik saxlanılmışsa, tutulmuşsa, 2025-ci ilin 6 ayında 4 ton 200. Buradan nə çıxır? Bir, o çıxır ki, bu sərhəddən əgər doğrudan da İrandan keçirilirsə, yenət keçirilir və bunu keçirən adamlar adi adamlar deyir, kasıb-küsub, qara cəmaat deyil. Bu mütəşəkkil formada dövlətlə əlaqəli insanlardır ki, dövlətin xüsusi xidmət orqanları, yəni hüquq mühafizə orqanları özü bu işin içərisindədir. Ona görə necə ola bilir ki, bir tərəfdən İlham Əliyevin narkomaniyaya qarşı, onun yayılmasına, genişlənməsinə qarşı dövlət proqramı elan olunub. O bir tərəfdən də bizim sərhədlər də bağlanıb. O bir tərəfdən də İranla da münasibətlərimiz gərginləşib. Amma ölkədə narkotikin miqdarı, yəni dövr edilən narkotikin miqdarı dəfələrlə artır.